Sabah Misli Premyer Liqasının 24-cü tur maçında İmişlini darmadağın etdi, 5-0. Bayqusların baş məşqçisi Valdas Dambrauskas oyun sonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı. Qələbəyə görə çox xoşbəxtəm. Bu meydançada oynamaq çox çətindir. Bütün komandalar burada çətinlik çəkir. 10 metr məsafədən ötürmə verəndə top sıçrayır. Qələbə münasibəti ilə bütün Sabah ailəsini təbrik edirəm. Bu oyunu unudub Sumqayıtla maçça kökənəcəyik. Sabahın məhsuldarlığının sirri nədir? Bunun heç bir sirri yoxdur. Sadəcə olaraq futbolçular verdiyimiz tapşırıqları düzgün yerinə yetirirlər. Artıq bizim öz kimliyimiz, öz tərzimiz yaranıb. Oyuncular bu sistemə uyğunlaşır. 3 gənc futbolçumuz, Xəyal Əliyev, Umar Ali Rəxmanəliyev, Aron Maluda 15 dəfə fərqlənib. Çempionatın bu hissəsində oyuncuları fərqləndirmək istəməzdim. Kim meydana çıxırsa bizə böyük fayda verir. Paris bir müddət oynamadı. Son 2 maçda isə 3 gol vurub. Chesa Sekidika zədədən yeni qayıdıb. Oynadıkça formasını bərpa edir. Onlar məsuliyyəti öz üzərlərinə götürürlər. Öz işimizə, futbolçulara güvənirik. Onlar da bizə inanırlar. Düşünürəm ki, daha da yaxşısını edə bilərik. Çünki komandanın buna potensialı var. Çalışmaq və prosesə inanmaq lazımdır.